Hayır abi. Buyur. Mən özümü həqiqətən də qoruyuram. Bu meyvələr yeyirəm ancaq. Ancaq meyvələr Oh, yeyirəm. o ne oxşadı? Məsələn, Alyona apelsin, banan. Alyona'nın xalası belə eləyir, xalası ağzına alır, belə onu oxşadı Xalası o. görüm, gözdə görməyən Onu deyirsən. çıxart, onu oxşadı, özüm mənəm. Hayır, canıma qulluq edirəm mən. Canıma qulluq edirəm deyə. İki sallanan, bir tullanan. Sən şeydir, Alyona'nın anasını deyirsən. O bir də var, xalası ağzına alırmış, elə qırmızı şeylərlə belə var. Bu Alyona'nın anasıdır, bu Alyona'nın anası. Anası da manyakdır ya, manyak. Ay, xalasını da göstərdim. Sən deyəcəksən. Mənim xətrimə. Allah, baba onun ağzına sən nədən tutubsan o da elə tutub. Bax, belə də beləsən, laf elə tutmuş olacaq. Bu da İlham Əliyevin qohumu. Qohumudur, bu da Alyona'nın anasıdır. Amma bu məni qoruyur. Bu sana qulluq edirəm mən. Sana qulluq edirəm. Bəli, Mehman. Sən mən bunu oxuyana kimi fikirləş. Gör nə sürpriz qoyasan efirə. Hər dəfə bir sürpriz qoysan, bu dəfə qeyri-adi görünməyən şəkilmi? Görüntüdən 5 saniyə, 3 saniyəmi? Onu fikirləş, mən bunu oxuyum. Fikirləş elə. Fikirləş. Deməli, deyənəmədən 5-ci sualı Mehman Hüseynova verirəm. Eyni zamanda Mehmanın başı aktiv olduğundan dolayı həm də bir şey fikirləşir. Sualı eşitməkdən yanaşır. Deməli, Mehman Hüseynov İlham Əliyev hakimiyyətə gələndə onun yanında Ramiz Mehdiyev var idi. O vaxtı məmurlar Ramizdən qorxurdu. İlhamın keçmişin dilə gətirə bilmirdilər. Ramiz Mehdiyevdən qorxurdular. Ramizdə hamın kaseti var axı. İlhamın keçmişini biabırçıqlarını dilə gətirəmirdilər. Deməli, İlham Əliyev Ramizin əli ilə ölkəni idarə edirdi. Sonradan özün tutdu, İlham Əliyev özünü tutdu, sonra da Ramizi arxadan baltaladı. İndi bu Alyona, istər Leyla olsun, artıq həm xalq, həm də məmurlar tanıyır ki, bunlar kimdir? Biri fahişədir, digəri narkoman və yaxud hər ikisindən. Bunlar rəhbər gəlsə, deyək ki, Alyona vitse-prezident, Balaca Heydər prezident, bunlar rəhbər gəlsə, məmurlar da artıq özlərində rahat olacaq ki, bu əxlaqsızları gətiriblər başa, həm də Əliyevlərin Ramizi bəyləri sonda satdıqlarını gördülər. İlham Əliyev Ramiz bəyləri satdığını gördülər. Leyla və Alyona'nın rəhbərliyi, ölkə rəhbərliyinə Leyla Alyona'nın gətirilməsi bu hakimiyyətin çöküşü ola bilərmi? Yəni Leyla, belə ortada olan haçan, mən Cezar Qənimət bəyin evində də biz dedik, 15-20 gün ərzində İlhamı 2 dəfə görmüşük. Bir Abu Dhabi'də, bir də gördük ki, Almaniyada. Ancaq Leyla ilə Alyona şaydalıq idarə edir ölkəni. Yəni belə bir şey var. Bu Alyona'nın bir cavanlığına baxaq. Gəl, cüpuldat. Elə bir... Yox, İlham Əliyev, biz... O belə ölkən moment elədi, sən ayırdın. Əlin Ağıyev, sən istəyirsən ki, o özünü öldürsün. Elə etmə. Yox, hələ yox. Ona görə də, baxın, bizdə, qoy mən deyim də, hər şey var da, yəni, cavanlıq şəkili var, sonra cavanlıq şəkili var, cavanlıqda nələr eləyib, hər şey var. İlham Əliyev, mənim beynimi tanıyırsan, mənim nəyə qadir olduğumu tanıyırsan, Mehmanı dinlətdirmə, biz dediyimizə qulaq as, biz dediyimizi elə, səni də biz əff eləyə bilərik. Amma, nə deyəsən sən orada? Demək istəyirəm ki, Alyona gəl deməyək, bu söhbəti bitirəyik, Əmyona deyək, Əmyona. Gözəl, bugündən Amyona, nə gözəl atdı. Amyona yox, Əmyona. Sən bu şeydən yapışdın da, sən buradan yapışdın ki, Əmyonadır. Əmyona. Yəni, qoy belə şəkilləri də verək ki, cəmaat bilsin, bax. Bu padırqasıdır. Kişi tapıyanda birbirine sarılırlar. Ay, kişi tapıyanda da birbirine sarılırlar da, ocağın tikilsin, nə də deyirlər, buna bax, bax. Oh. Elə. Deməli, Mehman Hüseynova sual verir ki, İlham Əliyevi postdan getmək istəyir. Hansı qüvvələr imkan vermir? Əcaba kasetləri İlham özü mü göndərdirir Mehmana? Bəlkə getmək istəyir bu. Yox, İlham Əliyevi qabil demişkən, artıq çox yaxın qalıb, az qalıb bizim qələbəmizə, tam qələbəmizə. Mən düşünürəm ki, marta qədər bu Alyona söhbət davam eləyəcək. Martda İlham Əliyev siyasi məhbusların böyük bir hissəsini buraxacaq. Və yəni İlham Əliyev çıxış yolu var. Alyona'nı unutturmaq üçün çıxış yolları var. Həbsdə olan siyasi məhbusları buraxmaq, ölkədə olan sosial problemləri nəzərə almaq, ölkədə qazın, suyun, işığın qiymətini aşağı salmaq, ay nə bilim 50 dənə uşağa velosiped verməklə belə osturaq işlər bizə keçmir. Konkret cəmaatın problemləri ilə maraqlanmalısan. İstəyirsən bank... Ayaqqabı qalim, o İlham Əliyev desə sülaləsini sənin altına soxar. Mənim də. O dediyi eləməz.
Ona da İlham Əliyev deyərlər. Nəman? Yəni mən Ne? əminəm ki, İlham Əliyevin sonuna çox az qalıb, insanlarda ümid yaranıb, həvəs yaranıb. Sadəcə izləyin və bir gün biz qərar verəcəyik ki, əgər biz dəyişikliklərə hazırıqsa, biz ölkəmizi dəyişəcəyik. Mən hər şeyi təqdim edəcəm. Mehman 7500 civarında insan izləyir bizi. Xahiş edirəm biraz da. Çox xahiş edirəm yeni qoşulan izləyicilər. Kanalımıza abunə olun və bəyənin paylaşın. Ay, qadınınız alayım sizin. Ay, ola bilər bir sənin işin aşın var. Ay, icra başçısı sabah sağ qalacaq. Saray başına yıxılacaq bilinmir. Bədbəxt oğlu, sən hara arxayınsan? Mehriban Əliyevə söz soxmaq üçün mən liftçini geyinim. Deməli, Mehman, 6-dan danışmırsan, 6-da bizi nə gözləyir? Leylanın üstünü qoydun, Leyliyə fikirmədin. Qabil, indi mən suallar verirəm. Evet. Qadın paltarı geyinmək ayıbdır, yoxsa liftçikdən İlham Əliyevin adını çıxartmaq? Əlbəttə ki, liftçikdən adını çıxartmaq İlhamın. Boy, əlbəttə. Qadın paltarı geyinmək ayıbdır, yoxsa qadın jurnalistləri həbs eləmək? Əlbəttə ki, qadın jurnalistləri həbs eləmək. Qadın paltarı yaxşıdır, yoxsa cəmaatdan, yol polisi cəmaatdan rüşvət alıb Vilayət Eyvazovun arvadına, Mehribana liftçi almağı? Bəli, qadın paltarı geymək bu İlham Əliyev onun hökumət başında olmaq, bütün sülaləsinin yerində olmaqdan daha yaxşıdır. Qadın paltarı geymək. Mehman, bir keyfli yekunlaşdır zaten bilirəm sənin işlərin çoxdur. Bizə nə lazımdır? Bizə nə lazımdır? Bizə birinci onu bildirirəm ki sizə, sabah yox bürsüyün, deməli sabah yox bürsüyün Əli bəy Amerikada, rəhimli səhv eləmirəmsə, Əli bəy Amerikadan olan onunla bir yerdə və onun şəkilli dostu var. Əmirli də Əmrahlıdır. Əmrahlı. O bir də biz Şakir çox dəhşətli efir olacaq. Onlar çox populyar adamdır və inanıram ki 20 min, 30 min bəlkə də izləyicimiz olacaq. Çünki o çox ən balaca videosu yarım milyon baxır. Üstəlik ki, axırı ki o da sistemi dəyişir, xalq cəbhəsinə tərəf gəlir və mübarizənin tempini dəyişir. Və onu da Mehman kimi xalqa sevdirdilər gəncliyə. İndi onunla da geyindirəcəklər İlham Əliyevə nəysə. Mən toyuqlarımın ayağı pişməyək, yeməliyəm. Bildim. Mehman 6. Alyona 6 nə zaman gələcək və nə olacaq? Axı sən Leyladan da bir stat gətirdin, amma sormadın. Yox, işlər belə olmur. Bax, işlər belə olmur. Biz bir şeydən yapışmışıqsa, onu sonlandırmalıyıq. Nakauta, yəni onu məhv eləməliyik. Sonra keçməliyik ikinci şeyə. Yoxsa biz bunu yarımçıq qoyduq, keçdik o birisinə. Bu iş olmayacaq. Bu qeyri-ciddi və cəmaatın ümidi sönə bilər. Biz bir şeydən yapışmışıq. Biz Alyonanı möhrünü vurandan sonra mən sizə söz verirəm ki, Leyla Əliyeva necə daroşkanı eləyir, burnuna dollarla neçə santını soxur, video faktlarla ortaya qoyacam. Adam, birinci Mehman, bildiğinden yani bunu dedim, bir də təkrarlayıram ki, sabah yox bürsü gün Əli bəydən bir yerdə sən, Əli bəy, mən bir də bir şəkil fəal var, o dördümüz bir efirdə olacaq burada. Bunu bərbaşdan dedim, amma bunu heç bildiniz. Amma elə bir ki, Mehman, bir balaca bitəri oluram. Sənin videoların elə bir ki, biraz zəifliyir elə bir. Daha da güclənməni istəyirdi, amma elə bir ki, bir balaca. Yox. Əvvəl birinci, ikinci hissəsi biz ortaya qoyduq ki, bu soskadır. İndi amma ortaya onun əməllərini, cinayətini, onun videolarını, onun əxlaqsızlığını, onun korrupsiyasını, hər şey plan üzrə gedir. Bax, misal üçün, deyib gülmək kütləsi üçün düz deyirsən, birinci, ikinci hissə daha maraqlıydı. Orada ay bilət, şəkil, məməş, ay bilət, ayaq, göt, bu var. Amma indi, bax, misal üçün, indi daha çox biz bu filmləri ciddiləşdirmişik ki, ciddi faktlar ortaya qoyuruq ki, bu artıq biz bu kinoları beynəlxalq səviyyəyə çatdıraq. Yəni, burada artıq mənə sənin efirində deyirəm. Fransa televiziyaları, Alman televiziyaları müraciət edib və onlar istəyir ki, bunları tərcümə eləsin, Almaniyanın dövlət telekanallarında, Fransa dövlət telekanallarında bunları raskrutka eləsin və Ukrayna mətbuatı artıq paylaşıb. Ukrayna mətbuatı yaxşı işləyir, Alyonanı təqdim edib, Rus mətbuatı, Türk mətbuatı. Biz bacarmışıq. Biz İlham Əliyevi tərpətməyə bacarmışıq.